Yani şey soruştum, dedim ki bu artık daha çok oldu da olabilir. One thing I want. Buraya gelmişəm, yəni ki məşqçi olmaq To a üçün. lot of people. İstəmirəm mən fikirləşsinlər ki, mən nəsə xuliqanam, ya nəsə xuliqanlıq eləyirəm. Bundan başqa mən iki qırmızı vərəqə almışam Azərbaycana gələndən. Birinci Şamaxı ilə oyunda idi. Orada 4 oyunluq cəza aldım. Yəni ki, belə qeyri-adi nəsə elədiyimi deyə bilmərəm. Təbii ki, Azərbaycanda olduğum müddətdə bəzi qaydaları da bilmək istəyirəm. Çünki necə olur ki, bugünkü epizodda bu penaltidir. Amma misal üçün Turanın oyunda həmin buna oxşar bir epizodda orada penalti verilmir. Və sırf olaraq mən özümün bir məşqçi kimi bu qaydaları öyrənmək istəyirəm. Bir məşqçi olaraq bir daha təkrarlayım, istəmirəm ki, mənə bilsinlər ki, bir xuliqan kimi ya da ki, daima qeyri-peşəkar kimi. Mən özüm futbolçu olmuşam və bilirəm nədir oyun disiplinası və necə olmalıdır. Mən aqressiv bir adam deyiləm. İstəmirəm ki, belə bir imij formalaşsın və bunu mənim karyeramə də təsir eləsin. Bugün isə mən sadəcə bir sual vermək istəyirdim ki, bu qırmızı vərəqə nə ilə bağlıdır? Hesab edirəm ki, buna da mənim ixtiyarım var. Bu artıq da, yəni ki, belə deyək də, artıq bir məsələlərdir. Yəni ki, bu çox oldu da, yəni ki, mənə qarşı və mənim klubuma qarşıdır. Yəni ki, istəmirəm ki, bu məsələlər, yəni də təkrar edeyim, mənim imicimə toxunsun və zərbə endirsin və hesab edirəm ki, bu artıq oldu. Həmin epizodu ilə bağlı, yəni ki, mən də futbolçu olmuşam, bu olan bir şeydir, oyunçudur, istəklidir, bəzi şeylər alınır, bəzi alınmır, bu normal bir şeydir, buna heç bir etirazım yoxdur. Ən pis odur ki, bu səhvlərdir. Xırda səhvlər, lazım olmayan səhvlər hansı ki, nəticəyə təsir edir və bunu artıq mən birinci dəfə də demirəm, bu bir neçə oyunda təkrar olunan məsələlərdir. Əslində bu məndə yəni ki, elə bir sual yoxdur buna qarşı, amma əsas sualım odur ki, mənim bir qaydalar var ki, o izah olunmalıdır və konkret bir qaydası olmalıdır. So today I know the rules. Tamam, başqa bir qərar verilir. Tell us rules. Please tell us rules. Not for me, for the club, for the next coaches or something. It's too much. Believe me, it's too much.